وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين أوصيكم ونفسي بتقوى الله يا عباد الله. Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkətuh. Özümü və siz əziz dəyərli müminələri, inanclı bazı qardaşlarımı mübarək cümə günü ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Allah imanımızı kamil, aqibətimizi xeyirli qərar versin. Bugün cümə günüdür, mübarək gündür. İnşallah Allah dünyadan köçənlərimizin hamısının ruhunu bu mübarək gündə şad eləsin. İmam Zaman əleyhissalamın zuhrunu təzil eləsin. Allah bizə bəsirət nəsib eləsin. Muhammed və Ali Muhammedə salavat inayət inşallah. Allahümme salli ala Muhammed və Ali Muhammed və əccil fəracahum. Mən bugün inşallah fəsadla mübarizənin yolları bəhsini başlayıram. Allahdan tövfiqat diləyirəm. Allah bizə həm ömür nəsib eləsin, həm də tövfiqat bəxş eləsin ki, bu bəhsi layiqli şəkildə sona çatdıra bilək inşallah. Fəsadla mübarizə birinci budur ki, gərək insan fəsadın nə olduğunu və harada nə cür insana zərbə vurduğunu bilə, bilgisi ola. Bilgi çox mühüm məsələdir. Biz iki cür bilgimiz ola bilər. Bəzi bilgilər var, səthidir, aşağıdır. Bəzi bilgilər var, yox, əsaslıdır, köklüdür. Biz Allahı, dini iki cür düşünə bilərik. Bir var dayaz, bir var dərin. Dayaz düşüncəli bilgi ömrü azdır, bilirsiniz. Hər bir şey belədir. Əgər dayaz düşüncəmiz varsa, o çox getməyəcək. Əgər bilgimiz dərindirsə, niyə? Onun davamlığı çoxdur. Birinci budur ki, insan gərək bilə. Zərər ona hardan gəlir? Gərək bir cavan bilə. Ona fəsad hardan üz verir? Sosial şəbəkədənmi üz verir? Haram ticarətdənmi üz verir? Əbu Zər Qəffari Peyğəmbərin ən yaxın səhabələrindən biridir. Peyğəmbər Əbu Zər Qəffariyə buyurur ki, Əbu Zər, İzə əradəllah bi'abdin xayrah. Deyir, əgər Allah istəsə bir bəndəsinə xeyr əta eləyə, ona xeyr verə, onu öz lütfüne qərq eləyə, gərək onda bu üç məsələ ola. Bir, fəqqəhəhu fid-din. Onu dinində fəqih eləyər. Onu dinində ona agahlıq verər. Dində agahlıq nədir? Hər kəsin bilgisi dində eyni deyil. Əllamə Təbətəbainin dinşünaslığıyla mənim dinşünaslığım bir deyil ki. Hər kəs öz qavı miqdarında dini başa düşür. Və başa düşdüyü miqdarda da ona əməl edir. Heç vaxt böyük alimlərdən soruşulan sual bizdən soruşulmayacaq. Məndən soruşulan sizdən soruşulmayacaq. Hər kəsin səthi fərqlidir, bilgisi fərqlidir. Allah Teala hər kəsin öz tutumu miqdarında dini bilgiyi ondan sual edəcək. Biri var idi, məsələn, alim idi, elmi var idi, savadı var idi, bilirdi bu olmaz, bilə-bilə elədi, bu başqa. Bir də var, yox, sıravi namaz qılandı. Bəzi hökmləri bilir, bəzi hökmləri bilmir. Bilirsiniz ki, din bir məsələdir ki, əqidənin prinsipidir. Dində məcburiyyət yoxdur. Din zorla gəlib sənə nəyəsə başa salmır. Sən dini öz xoşluğunla qəbul eləməlisin. O bilgiləri öz razılığınla ələ gətirməlisin. Allah Teala Ayətül Kürsüdə nə deyir? Buyurur: "Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La ikrahe fid-din." Dində məcburiyyət yoxdur. Əgər düşünəsən ki, din səni nəyəsə məcbur edir, xeyr. Din səni yönəldir, istiqamət verir, amma səni məcbur eləmir. Din sənə yol göstərir. 124 min peyğəmbər gəlib ki,
bizə yol göstərsin. Amma bizi məcbur eləməyib. Din bizi məcbur, əqidə məsələsidir. Əqidə məsələsinə bilgidən, düşüncədən insan daxil olmalıdır ki, onu qəlb qəbul eləyə. Əqidə, əvvəl əqideyi düşünürsən, sonra qəlbdən onu qəbul eləyirsən. Niyə üsul-i-din 5-dir də? Üsul-i-dini qəbul eləməkdə birinci əql rol daşıyır. Əqlin böyük rolu var təvhidi qəbul eləməkdə. Bizim birinci prinsip budur ki, insan dini düz başa düşə. Allah ona xeyir verər ki, insan dinini düz başa düşə. Bütün məsumların sifarişi budur ki, din. Peyğəmbərimizin hədisi var, buyurur: "İnni əxafu aleykum istixfafən bid-din." Buyurur ki, mən insanlardan qorxuram, dinlərini yüngül tutmalarından qorxuram. Çünki din yüngül tutsa, əqidə xarab olar. Əqidə xarab olsa, cəmiyyət xarab olar. Dini yüngül tutma. Cəmiyyətdə bizim ən böyük problemimiz budur ki, biz dini yüngül tuturuq. Din nədir? Dinin qanunlarını yüngül tuturuq. Halal, haramı yüngül tuturuq. Toylarda çox rahat şərab verilir, çox rahat o Allahın haram buyurduğu işlər baş verir. Və maraqlısı da budur ki, onun əksi olanda insanlar məzəmmət eləyirlər. Müsəlman məzəmmət eləyir, qınıyır. Belə toy mu olar? Süfrədə şərab yoxdur. Belə toy mu olar? Rəqs yoxdur. Belə toy mu olar? Cəmaətin başından pul tökmək yoxdur. Müsəlman təəccüb eləyir. Bir toyda ki, orada dinin ayinləri icra olunur. Allahın halal haramı icra olunur. Peyğəmbər buyurur, deyir, mən qorxuram. Qorxum budur o müsəlmanlardan ki, onlar dini yüngülə çəkələr. Dini yüngül tutalar, dinin qanunlarını yüngül tutalar. Ondan qorxuram. Biz Allaha pənah aparırıq bu məsələdən. İkinci budur ki, dedi Əbazər, وَزَهَّدَهُ فِي الدُّنْيَا. Deyir, Allah istəsə bir bəndəsinə xeyir verər, onu dünyada zahid eləyər. Dünyada zahid eləyər nə? Nə mənadır bu? Dünyada zahid eləyər. Yəni o, bu mənadadır ki, dünyanı özünə əsl tutmaz, əsas hesab eləməz. Dünyanı keçid bilər, axirəti özünə əsas götürər. Bunun da mənası bu deyil ki, dünyada insan yaşamıyor. Yox, dünya Allah xəlq edib ki, insan yaşaya, xeyir işlər görə. Dünyanın ləzzətini də ala, xeyir işlərə görə Allaha qul olduğunu unutmaya və bu fani aləmdə yaşadığını da bilə. Dünya insanın başını qatır və insanı, bu aləmi insana elə təcəlla eləyir ki, sanki insan bu aləmdə həmişəlikdir, əbədidir. Əleyhissalamın gözəl bir hədisi var, buyurur: "İnnəmə xuliqtum lil-bəqa, la lil-fəna." Əleyhissalam buyurur ki, deyir, insanları Allah yaradıb həmişəlik, əbədiyyətə görə yaradıb, əbədiyyətə yaradıb, fəna üçün yaratmayıb. Bizim ruhumuz, Allah Quran-ı Kərimdə buyurur, deyir, insanları mən öz ruhumdan xəlq etdim. Allah öz ruhundan, ilk insanın mayasını öz ruhundan. Allahın varlığı əbədidirsə, insan da əbədidir. İnsan müvəqqəti deyil. Bu dünya həyatı bitəndə insanın imanı olmadığına görə elə düşünür ki, hər nə bitdi, sona çatdı. Və sonunda əbəs oldu. Allah niyə yaratdı? Din deyir, düşün də, Allah niyə yaratdı? Niyə xəlq elədi? Yəni, nə mənası var insan 60, 70, 80 il yaşayırsan, vurursan, tutursan, surətli vaxt keçir, həyat bitdi, kitab bağlandı, tamam oldu hər şey. Bir də daş qoydular, 200 ildən sonra o daş da çürüdü, xarab oldu, aradan getdi, qəbirdə itdi, batdı. Sanki mən 5 babam öncə kimdir bilmirəm. 10 babam öncə kimdir bilmirəm. Zamanında o bir şəxs idi, bir 50 il, 100 il sonra bilirdilər, 300 il sonra bilinmir. 400 il sonra biz də elə olacaq. Yəni, bu yoxa çıxır da, yaddan çıxır. Yəni, bunlandırmı? Budur mu?
Əgər budursa da bu əbəsdir. Allah əbəs iş görməz. Əbəs nədir? Yəni mənasız bir şey. Niyə yaratdı? Niyə apardı? Niyə yaratdı? Həyat verdi, sonra həyatı əlindən aldı, bunu yox elədi. Yox. Əleyhissalam bu hədisdə deyir, siz fəna olmaq üçün yaradılmayıbsınız. Siz əbədiyyət üçün yaradılmışsınız. Və niyə deyir insan öldükdə cisim aradan gedir, fasid olur? Ruh əbədidir. Ruh əbədi həyata davam eləyir. Allah niyə Quran-ı Kərimdə bərzəxdən danışır? Niyə məhşərdən danışır? Məhşərdə nə baş verəcək? İnsan ruhu əbədidir. Allaha qovuşacaq. Bu dinin baxışıdır, dinin göstərişidir. Görürsən, bəzən insan deyir ki, Allah bir insana xeyir vermək istəsə, onu dinində zahid eləyər. Yəni, onu dünyada zahid eləyər. Bu mənadadır ki, yəni bilə, düşünə ki, bu dünya həyatı müvəqqəti həyatdır. Görürsən, bəzi vaxt insan gedir, həccə məsələn, Allah qəbul eləsin. Yer seçirsən də, hotel seçirsən, üstən ən yaxşı hoteldə qalasan, təmiz hoteldə qalasan, yeməkləri gözəl olar. Bir halda ki, sən bilirsən, orada sən 10 gündən çox qalan deyilsin, düzdür? Amma niyə? Qalmağının rahatçılığı üçün seçim eləyirsən. Xalçası gözəl olar, taxtı gözəl olar, içi təmiz olar, yeməyi gözəl olar. Heç vaxt belə bir müsafir gəlib deməz ki, mən bu hoteldə 10 gün qalıram, gedim pul xərc eləyim, hotelin üzünün divarlarına daşı xoşuma gəlmir, daşı dəyişdirim. Mübahisə ağıllı, insan bu işi görür, bu axmaqlıqdır. Allah istəyir desin, dünyaya bu gözdən bax. Demir, dünyada ev tikmək, bax, bəzi vaxt bizim yanaşmamız düzgündür. Elə düşünürlər ki, din bizi sırf dərvişliyə dəvət edir. Xeyr, din bizi dərvişliyə dəvət eləmir. Dərvişliyə dəvət eləsəydi, Peyğəmbər elə özü olardı dərviş. Peyğəmbər dərviş olmadı. Peyğəmbərin ailəsi var idi, uşaqları var idi, evi var idi, yaşayışı var idi. Yaşayışda ola özünü müsafir bilmək. Əsas budur. Deyib, biləsən ki, sən burada müsafirsən. Əfsus olsun ki, insanlar yaşadığı sürə şeytan o qədər qüvvəlidir ki, insanların müsafir olduğunu insanlara unutturur. Üçüncü budur ki, وَبَسَّرَهُ بِعُيُوبِ نَفْسِهِ deyir, əgər Allah istəsə insana xeyir verə, insana bir agahlıq verər ki, insan öz eyblərini görə. Bu çox əsas məsələdir. Deyir, Allah insana bir xeyir vermək istəsə, ona bir bəsirət verər ki, insan öz eybini görə bilər. Çox əfsus ki, bu cəmiyyətdə biz öz eybimizi görmək istəmirik. Həmişə bizim yanaşmamız budur ki, biz istəyirik başqa insanların eybini görək. Başqa insanlara təzəkkür verək, başqa insanlardan uğraşaq, onların yaşam tərzinin işlərinə müdaxilə eləyək. Amma öz eybimiz qalıb kənarda. O bir dənə misal var, deyir, öz gözündə kəsək görmür, gedib başqasının gözündə toz axtarır. Bunlar hamısı hədisdən qaynaqlanır, bu hikmətli kəlamlar. Həyat budur. Bəzi vaxt insan, bu çox pisdir, insan öz eybindən bir xəbər olur. Ya özünü yatmışlığa vura, ya da doğrudan bir xəbər olur. Bir Allah istəsə bir insana xeyir verə, onu agah eləyər. Bu mənada ki, insan öz eyblərini hesaba çəkər. Gün ərzində öz eyblərini hesaba çəkər. İnsan xətəkardır. Hansı insan kamildir? Peyğəmbər idi, kamil insan. Aləmlərə rəhmət idi. Biz hamımız naqisik. Naqis isə problemlərimiz var. Dilimizdə, əməlimizdə, danışığımızda, baxışımızda, rəftarımızda, insafımızda, hamısında nədir? Naqislik var. Ona görə də gərək ilk əvvəl insan özündən məşğul ola. Din gəlir nə deyir? Bizə agahlıq verir. Fəsadla mübarizənin yollarından biri budur ki, insan agah ola, agah olmağa çalışa. Agah olmasa, agah olmağa çalışmasa, elə bu dünyaya məst gəlib, məst gedəcək. Və haradan fəsada düşdüyünü də bilməyəcək. Ömrünü fəsadda keçirib, puç eləyəcək. Allah Təbarək və Teala Quranda qeyd edir ayələrdə ki, insan bilgi toplaya bilər. Maraqlıdır, biz bəzən
özümüzə sərf eləyən yerləri götürürük, sərf eləməyən yerləri atırıq. Quranda əksər çox ayələrdə Allah Təbaraka və Təala düşüncədən danışır. Deyir, insanlar düşünə bilər, insanlar bilə bilər. Amma bəzi ayələrdə var, bəzi nöqtələri Allah Təala Quranda buyurur, deyir, onu siz bilməzsiniz. İndi gəlir bu ayələri özündən nümunə götürür, deyir, bax, Quranda Allah Təala deyir, siz heç nə bilmirsiniz, mən bilirəm. Harada deyir bunu Quranda? Məsələn, gətirir ayə. Və yəsəlunəkə anir-ruh, qulir-ruh min əmri Rabbi. Allah Quran-ı Kərimdə İsra surəsinin 85-ci ayəsində buyurur. Deyir, sizdən ruh haqqında soruşsalar, deyin ki, bizim ruh haqqında bilgimiz yoxdur, o Allaha məxsusdur. Yəni, biz ruh haqqında heç də bilmərik. Deyir, Allah deyir, siz bilməzsiniz, biz nə bilirik? Heç nə bilmirik. Və yaxud digər ayə predmet olaraq gətirir. La təfqəhunə təsbihəhum. Deyir, siz onların təsbihini düşünə bilməzsiniz. Kainat təsbih deyir Allaha, zikir deyir. Cümə surəsinin əvvəlinci ayəsində nə deyir? Deyir, Yusəbbihu lillah mə fis-səməvat və mə fil-ərd. Göydə və yerdə hər nə varsa Allaha təsbih deyir. Göy və yerin içində hər nə varsa. Daşdır, dəmirdir, ağacdır, bitkidir, heyvandır, insan, hamı, mələk, hamısı Allaha təsbih deyir. Bu ayədə nə deyir? Deyir ki, siz onların təsbihini bilməzsiniz, düşünə bilməzsiniz onlar nə cür təsbih deyir. İndi bir qalxıb sual verir. Nəlbəki təsbih deyilmi? O nə sözdür? Stəkan təsbih mi deyir? Mayası əlbəttə təsbih deyir. Mən demirəm, Allah Təbaraka və Təala Quran-ı Kərimdə buyurur. Bu stəkanın mayası nədir? O təsbih deyir. Nəlbəkinin mayası nədir? Təsbih Quranda Allah buyurur. Amma deyir, siz onu düşünə bilməzsiniz. Bu zavallı da onu düşünə bilmir. Başa düşmür, bu nə cür təsbih deyir. Heyvan nə cür təsbih deyir. Quran-ı Kərimdə ayə var, Allah Təbaraka və Təala buyurur, deyir, Həzrəti Süleyman heyvanların dilini bilirdi. Nə cür bilirdi, bilmirik. Deyir, siz başa düşməzsiniz. Bəzi kilit məsələlər var. Deyir, siz onları bilməzsiniz. Amma bunun kənarında deyir, ya'qilun, ta'qilun, təfəqqəhun, ulil əlbab, ya'ləmun, hamısı bilgidəndir. Əql sahibləri bilirlər, bilgi toplayırlar, ağıllarını işə salırlar, düşünürlər. Bəs əgər düşüncə qapısı bağlı olsa, biz dünyorcənə bilmərik. Bəs demək, düşüncə qapısı açıqdır. İndi bəzi məsələlər var, o da xüsusi adamlar onları bilməlidir. Onu hamı bilməli deyil ki. O da düzən belədir. Bəzi kilit məsələlər var ki, o hər adam onu danışa bilməzsən. Bəzi ariflər var idi, öz halətlərini izhar edirdilər ki, onlara müştehidlər deyirdi, yasaqdır, siz halətinizi insanlara danışmayın. O halət sənin özünə məxsusdur, onu danışarsan, qarşı tərəfi çaşdırarsan. Qaşdırıb çaşdırarsan. Bu qədər ki, biz bilməliyik, düşüncə lazımdır. Əli əleyhissalamın bir də müharibəsini istəyirəm burada qeyd eləyəm. Ondan da söhbətimi inşallah tamamlayacağım. Salavat ya deyil Muhammed və Muhammed. Əli əleyhissalam 3 dənə böyük müharibəsi oldu da tarixdə. Hakimiyyəti devrində, yazıq, məzlum Əli hakimiyyətdə oldu 3 dənə müharibədən üzləşdi. Onlardan biri Cəməl müharibəsi idi. Cəməl müharibəsində 2 dəstə durub, çox maraqlıdır. İkisi də müsəlmandır. İkisində də çox hörmətli adamlar var. İkisində də səhabələrdən olanlar var. İkisində də səcdə eləyənlər var, ruku eləyənlər var, Allaha çağıranlar var. Peyğəmbərlə müşriklərin müharibəsi şəffaf və aydın idi. Peyğəmbər müharibə aparanda kafirlər bir tərəfdən səslənirdi. Deyirdilər, İnnə lənə Uzza, Uzza, Lat, Uzza, onların ələuzubillah, büt Allahları idi. Deyirdi ki, bizim üzzamız var. Məlum idi, dedi, mən kafirəm, mən üzzam var. O tərəfdən müsəlmanlar nə dedi? Deyirdi, Allahu ə'la, Allah
ondan üstündür. Bu səhv məlum idi. Bir tərəfində kafir dayanırdı, bir tərəfində müsəlman dayanırdı. Əli əleyhissalamın Cəməl müharibəsi çox qarışıq idi. İki səhvin ikisində də müsəlman dayanırdı. Təlhə, Zübeyr Peyğəmbərin ətrafında çiyin-çiyinə döyüşənlər idi, müşriklərin əleyhinə. Bir tərəfində Təlhə, Zübeyr dururdu, bir tərəfində Əmirəl-Möminin Əli ibn Əbi Talib dururdu. Bir tərəfdə Əlinin dəstəsində Məhəmməd ibn Əbu Bəkir dururdu, bir tərəfində Ayşə binti Əbu Bəkir dururdu. Maraqlıdır. Əbu Bəkirin oğlu Məhəmməd Həzrət Əlinin dəstəsində dayanmışdı, qızı Ayşə Cəməldə müxalif dəstədə dayanmışdı. İndi insanlar bu durumda çətindir haqqı batildən ayırd eləyələr. Ona görə fitnə törədirdilər. Əli əleyhissalam müharibədən öncə Zübeyri çağırır. Çağırtdırır, Zübeyir gəlir, üz-üzə dayanırlar. Zübeyrə deyir, Zübeyir, sənə bir dənə keçmişdə xatirə deyəcəm, sən onu xatırla, onu yada saldı. Zübeyir dedi, nə? Dedi, yadındadır, bir dəfə sən idin, mən idim, bir də Peyğəmbər. Həzrət Peyğəmbər sənin üzünə baxdı, sənə nə dedi? Dedi, Ətuhibbu Aliyyən, sən Əlini sevirsənmi? Sən nə dedin? Dedin, Əli mənim ruhumdur, Əli mənim canımdır, Əli mənim nəfsimdir. Və sən o şəxslərdən idin ki, Həzrəti Zəhranı dəfn eləyəndə barmaq sayı qədər adamlar iştirak elədi o cənazənin dəfində. Onlardan biri sən idin. Yəni istəyir də, sən mənə çox yaxın idin. Dedi, sonra Əli əleyhissalam dedi, Peyğəmbər sənə nə dedi? Dedi ki, ey Zübeyir, tuqatilhu və əntə zalim. Dedi, sən Əlidən müharibə eləyəsən, bil və sən o gün zalimlərin zərgəsinə keçəsən. Deyəndə bu əlini vurdu əlinə, unutmuşdu, əlini vurdu əlinə, başına vurdu, dedi, düzdür. Dedi, düzdür. Peyğəmbər bu sözü demişdi. Başını saldı aşağı, geri qayıtdı. Qaydanda Zübeyrin oğlu dedi, nə əcəb başını aşağı gəldin, qılıncın əlində. Nə oldu? Olma Əmirəl-Möminin sənə bir söz dedi, səni qorxutdu. Əlinin qılıncından dedi, vallah yox. Dedi, bən nədir? Oğlum onu təhrik elədi. Dedi, bən nədir? Qorxun nədir? Qayıtdı, dedi ki, keçmişdə bir hadisə baş verdi, onu mənə xatırlatdı. Əli. Dedi, mən müharibədən üz çevirirəm. Kişi gəl müharibəyə, dedi, mən müharibədən üz çevirirəm. Tarixdə var, Zübeyir qaçdı. Müharibədən getdi, çıxdı. Amma maraqlı nə oldu, bilirsinizmi? Zübeyir qaçandan sonra Zübeyri səhrada Həzrət Əlinin əskərlərindən biri tutdu. Zübeyri öldürdü, qılıncını da mükafat olaraq Həzrət Əlinin yanına gəldi. Tarixdə yazılardır, Əli əleyhissalam o qədər narahat oldu, Zübeyrin qılıncını götdü, ağladı. Dedi, bunu qatil də, məqtul da hər ikisi cəhənnəmə həll oldu. İndi deyirlər ki, niyə? Qatili qətl eləyən dedi, niyə? Dedi, bu qaçmışdı. Bu aman verilmişdi buna. Sən niyə öldürdün bunu? Müharibə meydanından bu getdi. Dedi, yaxşı. Dedilər, yaxşı. Və bu ki, başa düşdük. Və bu öldürülən də qaçmışdı, tövbəli idi. Və bu niyə cəhənnəmə həll oldu? Bunun sözü var. Söz nədir? Adam bəzi vaxt səhv eləyəndə cəmiyyətdə belə deyir, başımı götürüm, gedim. Çantamı götürüm, qaçım, gedim. Deyir, yox, bu işi həll eləmir. Əgər səhv eləyibsənsə, gərək dayanıb səhv elədiyini cəmiyyətdə etiraf eləyəsən ki, ta insanlar azmaya. Zübeyir qaçdı, getdi müharibədən. Amma nəticə nə oldu? Qan töküldü. İnsanların başı kəsildi. Minlərdən insan oradan qətl olundu. Zübeyir qaçdı, getdi, canını qurtarmaq istədi. Amma bu tərəfdən nə qədər insanın qanı yerə töküldü.
Zübeyir qaçmamalı idi. Zübeyir durub insanların içərisində səhv elədiyini etiraf eləməli idi ki, bəlkə leşkərin yarısı bunun moizəsinə qayıdı idi. Bu işi görmədi. Əli əleyhissalam ona agahlıq verdi, ona başa saldı. Dedi ki, Zübeyir, sən ayıl. Zübeyir ayıldı, amma canını xilas elədi. Fəsaddan insan özünü qorumalıdır. Buna görə ki, insan gərək fasid olmaya. Fəsaddan qorunmağın yolu nədir? Birinci, fəsadın nə olduğunu bilməlisən. Əgər qarşı tərəf bilirsə, nə gözəl. Bilmirsə, bilən gərək bilməyənə başa salar. Ona agahlıq verər. Allah bizi dində fəqih qərar versin. Allaha and verirəm izzət və cəlalına, Allah təbarək və təala həm bu dünyamızı, həm axirətimizi abad eləsin. Allaha and verirəm izzət və cəlalına, Allah təbarək və təala bu cümələri bizə çox görməsin. Nə yaxşı ki, bu cümələr var, həftədə bir dəfə biz bir aradayıq, danışırıq, dinləyirik, bir-birimizi yaxından ziyarət edirik və Allahın ayələrini, əziz Peyğəmbərimizin kəlamlarını, Əhl-i Beytin sözlərini paylaşırıq. Allahdan istəyirəm, Allah tövfiqat versin. Öz dediyimizə, Allah özümüzün də əməl eləməyimizdə bizə tövfiqat bəxş eləsin inşallah. İmam Zaman əleyhissalam huzuru təcil olsun. Muhammed və Muhammedə sallat yad edin. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl insənə ləfī xusr illəl-ləzīnə āmenū və amilus-sāliḥāt və təvāsav bil-haqq və təvāsav bis-sabr. Sallu alə Muhammed və alə Muhammed.